Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. 2026-cı ilin mart ayında Naxçıvanda keçirilməsi nəzərdə tutulan növbəti sertifikasiya imtahanında hansı suallar düşəcək? Part 2, yəni ikinci hissə ilə qarşınızdayıq. Bu suallar 2021 və 2022-ci ildə Naxçıvanda keçirilən sertifikasiya imtahanındakı olan suallardır və həmin sualların əsasında hazırlanmış suallar. Eynisi və onların alternativləridir. Başlayaq. Birinci sualımız kater məsələsindən bağlıdır. Hər imtahan düşür, bütün sertifikasiya imtahanının bütün seanslarında bu sual olur. Qayıqçı çayın axını ilə 3 saata 102 km yol getdi. Çayın axma sürəti 7 km/saat olarsa qayığın sürətini tapın. Kater məsələlərində axın ilə axına qarşı anlayışlar çox önəmlidir. Bir də bunu kiçik də olsa anlamağa çalışaq. Bu tutaq ki, bizim çayımızdır. Çay müəyyən istiqamətdə axır və bunun üzərində qayıq olsun, kater olsun, motorlu qayıq olsun, teplaxot olsun, fərqi yoxdur. Tutaq ki, eyni istiqamətdə bunlar gedir. İndi axın ilə olanda, dəyərli müəllimlər, biz bunu küləyə doğru, külək istiqamətində getmək kimi də başa düşə bilərik. Sürətlər toplanır. Yəni, axın ilə sürətlər toplanır. İndi burada qayıqdır, qayığın baş hərfini yazıram. Qayıq üstə gələk çay. Bir də var, axına qarşı. Axına qarşı. Axına qarşı isə sürətlər hər zaman çıxılacaq. Yəni, tutaq ki, bu bizim çayımızdır. Çayın istiqamətini göstərirəm oxunan və bunun üzərindəki qayıqdır. Qayığın istiqamətini bunun əksinə göstərirəm. Axına qarşı olanda qayıq çıxılsın çayın sürəti və ya kater çıxılsın çay. Bu vacib informasiyalardır. İndi gəlin baxaq nəyə? Qayıqçı çayın axını ilə 3 saata 102 km yol getdi. Biz standart sürət məsələsindən bilirik ki, məsafəni zamana böləndə sürəti alırıq. 102-ni böldük 3-ə bərabər eləyəcək nə qədər? 34 km bölünsün saat. Sürəti aldıq. Amma hansı sürətdir? Çayın axını ilə. Axın ilə də sürətlər toplanır. Yəni, qayıq üstə gələk çay bərabər 34. Burada da şərtdə mənə çayın sürəti 7 olduğu göstərilir. Buradan yerinə yazıb qayığın sürətini rahatlıqla tapa bilərik. Qayıq üstə gələk 7 bərabər 34. Qayıq da bərabər 34-dən 7-ni çıxanda qalar 27 km bölünsün saat. Doğru cavab B variantı. Təbii ki, bununla bağlı əlavə nüanslar soruşula bilər. Qayığın sürətinin rəqəmləri cəmi və s. və ilaxır. Bu şərtə bağlı olan bir haldır. Növbəti tənliklər. Tənliklərlə bağlı mütləq ki, bir dənə sual sizi qarşılayacaq imtahanda. Tənliyin kökün 2 mislinin rəqəmləri cəmini tapın və çalışın, belə deyək də, tənliklərin həll eləmə yolunu öyrənəsiniz. Cavablarla işləyim, yerinə rəqəmi, cavabları bir-bir qoy. Məsələn, burada bu keçərli deyil. Sən hansı cavab qoyacaqsan? Hansı ki, burada tənliyin kökün 2 mislinin rəqəmləri cəmini soruşur. Niyə dəyərli müəllimlər? Tənliyimizi həll eləməyə çalışaq. Bu mürəkkəb tənliklər sayılır, yəni çox mötərizəli tənliklər ibtidai sinif müəllimlər üçün bölünən, bölən, qismət kimi yanaşacaq. Normalda baxın, biz 8 böl x bərabərdir 4 tənliyi necə həll edirik? Əlavə bir nümunə üzərində sizə izah verirəm. X bərabərdir bölünən, bölən, məhsul bölənin tapılması kimi bölünəni qismətə bölmək lazımdır. Yəni 8 nəyə böləndə 4 edir? X bərabər buradan 2 tapdıq. Eyni yanaşmanı burada eləyəcək. 150 bölünsün, bu bərabərdir 10. Sual verəm, 150-ni nəyə böləndə 10 eləyir? 10 da bu məhsulda bura təhlükəli zonadır və bu mötərizə də mənasını itirəcək. Çünki bu mötərizənin mənası 150-ni bunu tam bölməkdir. Yazacaqsan burada bir mötərizə ilə 3x minus 1 bölünsün 2 üstə gələk 5 bərabər 150-ni 10-a böləndə alınır 15. Həqiqətən də demək bu 15-ə bərabər imiş ki, 150-ni 15-ə böləndə 10 elədir. İndi buradan davam edirik. 3x minus 1 bölünsün 2 bərabərdir. Üstə gəl 5. Bu bir tərəfə keçir. Çıx 5-lə əvəz olunur. Qaldı 10. Yenə davam edirik. Bölünən, bölən qismət. Burada təhlükəli zona buradır. Məhsul bölünənin tapılmasıdır. 3x minus 1 bütövlükdə bərabərdir. Böl 2 bu bir tərəfə keçir. Vur 2 ilə əvəz olunur. Və ya məhsul bölünənin tapılma qaydasına əsasən qisməti bölünə vurmaq lazım deyilədir. 20. Yəni 2-ni 20-yə vurduq. Buradan da sonrası rahatdır. 3x bərabərdir. Çıx 1 bu bir tərəfə keçir. Üstə gəl 1 ilə əvəz olunur. 21. Yəni soldan sağa nə keçirsə, eləcə də sağdan sola öz işarəsinin əksinə dəyişir. Buradan x bərabər 7. Tənliyin kökünün 7 olduğunu tapdıq. Tənliyin kökünün 2 mislinin rəqəmləri cəmi. 7 vurulsun 2 bərabər 14 eləyir. 14-ün də rəqəmləri cəmi 1 üstə gəl 4 bərabərdir 5. Doğru cavab Y variantı. Növbəti sualımız müəllimlər düzbucaqlı ilə bağlıdır.
Düzbucaqlığın uzunluğu sadə bir sualdır və bu sual demək olar ki, son MİQ imtahanlarında da təkrarlanır. Təbii ki, eynisi yoxdur. İndi ədədi rəqəmi fərqli. Eləcə də sertifikasiya imtahanında belə görsənir ki, bu sual bazada olan suallardan biridir. Düzbucaqlıdır. Düzbucaqlığını qeyd edirik. Uzunluğu 150 metr olduğu bizə göstərilib. Aha. Eni isə uzunluğunun 30%-ni. Sadə nüans ədədin faizinin tapılmasıdır. O zaman 150-nin 30%, 150 vurulsun, 30 bölünsün 100. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Buradakı bu sıfırlar gedər, buradan bu gedər. 15 3-ə vuranda elədir 45. Demək düzbucaqlının eni də 45 metrdir. Məndən sahəni soruşur. Sahə necə tapılacaq? 150 vurulsun 45. 150-ni də 45-ə vuranda eləyəcək nə qədər? 6750 metr. Ümid edirəm düz vurduq. 6750 metrin kvadratı. Belə bir cavab harda var? Belə bir cavab var. C variantında. Növbəti kəsr hissə məsələsindən bağlı olan bir nümunəyə baxırıq müəllimlər. Sinifdə olan 80 şagirdin 7 hissəsi oğlandır. Nə edəcəyik? 80-in 7-sini tapırıq. Buraya yazırıq 7 bərabərdir. Tamın kəsr hissəsini tapmaq üçün tamı sizə göstərəndə də vurmaq lazım. 80-i 7-yə vurmaq ixtisar da eləyə bilərik və ya ibtidai dillə desək 80-i 10-a bölüb, yəni məxrəcə bölüb surətə vuracaq. 80-i 10-a böləndə eləyir 8, 8 dəfədə 7, 56. 56 nə? Yəni kim? Oğlan. Yazıram bura oğlan. İndi qalanları isə qızlardır. Qızlar qalanlar olanda 80-dən çıxıram 56-nı bərabərdir. 24, bura yazıram qız. 24 nəfər qız var. Qızların da 8-də 3 hissəsi əlaçıdır. Təzədən yenidən davam edirik. 24 qızın 8-də 3 hissəsi əlaçıdır. 24-ü bölürsən 8-ə 3, 3-ü də vurursan 3-ə 9. Bu 9 nədir, kimdir? Mötərizədə yazıram əlaçı qız. 9 nəfər, 24 qızın 9 nəfəri əlaçıdırsa, yerdə qalan say əlaçı olmayan qızlardır. 24-dən 9-u çıxırsan 15 əlaçı olmayan qızlar. Olmayan qızlar. Doğru cavab elədi burada C variantı. Növbəti ədədi orta ilə bağlı bir nümunədir, dəyərli müəllimlər. 3 ədədin ədədi ortası 24-dür. Bundan öncəki izahda demişdik, ədədi orta verilən ədədlərin cəminin onların sayına bölünməsidir. Onda belə çıxır ki, sayı ədədi ortaya vuranda həmin ədədlərin cəmini verir. Yəni 3 ədədin, yəni bax bunu belə yaza bilərəm sizə lori dildə. Bax cəm bölünsün 3 bərabər 24. Yəni cəmi 3-ə bölmüşük 24 tapmışıq da. Onda bu cəmi necə taparıq? Cəm bərabərdir 3 vurulsun 24. Mahiyyətini başa düşün deyə yazıram. 3 vurulsun 24, bu da bərabərdir 72. Bu 72 nədir? 72 3 ədədin cəmi. Bunu ABC ilə də yazmaq olar və s. ehtiyac yoxdur, mahiyyəti dərk edin məqsəd. İndi ədədi ortanın 20 olması üçün bəzən burada diqqət eləmək lazımdır. Hansı ədədi silərik soruşur və ya hansı ədədi əlavə eləmək lazımdır. Baxın dəyərli müəllimlər, əvvəl 3 ədəd idi. İndi hansısa bir ədəd əlavə edirik, say dəyişəcək. 3 ədəd olacaq 4 dənə ədəd və ədədi ortada 20 olacaq. Onda həmin o 4 ədədin cəmini tapaq. 20-ni vururam 4-ə, bərabər eləyir 80. Bura yazıram 4 ədədin cəmi. 4 ədədin cəmi. Bu 3 ədədin cəmidir, bu 4 ədədin cəmidir. İndi əlavə elədiyimiz 4-cü ədəd hansıdır? 80-dən, yəni 4 ədədin cəmindən 3 ədədin cəmini çıxanda rahatçılıqla bu ədədi tapa bilərik. Doğru cavab elədi Y variantı. Növbəti sualımız. Usta plana görə 300 detal hazırlamalı idi. Faiz məsələsidir. O birinci gün planın 30%-ni. Birinci gün. 300 detal birinci gün 30%-ni hazırlayır. Birbaşa ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması. Bunlar o qədər dəqiq bilməlisiniz ki, suallar qarşınıza çıxanda rahatlıqla tətbiq edə biləsiniz. 300-ün 30%-ni tapıram. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə böləcəksin. Bu 2 0, bu 2 0, bu bərabər elədi 90. İkinci gün, baxıram ikinci günə 45%-ni, yəni 300 detalın yenə 45%-ni hazırlayır. 300 vurulsun 45 bölünsün 100, 2 0 gedir
3 dəfə 45, 135. Üçüncü gün isə 10%-ni hazırladı. 300-ün gün 10% bölək 100. Hamısını birbaşa yazmıram. Bax, belə detallı yazıram ki, dərk eləyəsiniz. 30. Birinci gün, ikinci gün, üçüncü gün. Usta bundan sonra neçə detal hazırlamalıdır? Yəni daha neçə detal hazırlamalıdır? Və ya ustanın hazırlamadığı neçə detal qalır? Bax, bu formada tapmaq üçün nə edəcəyik? Ümumi bu 300-dən 300 detaldan çıxacam birinci, ikinci və üçüncü gün hazırlanan detalların sayları cəmini 90, üstə gələk 135, üstə gələk 30. Bu da bərabərdir. 90 ilə 135 eləyir 225. 225 ilə 30, 255, 300-dən də 255-i çıxanda 45. Deməli, usta bundan sonra neçə detal hazırlamalıdır? 45 detal hazırlamalıdır. Bu qədər dəyərli müəllimlər. Baxın, cəmi 10-15 dəqiqənizi sərf edirsiniz. Hansı ki 10-15 dəqiqə adi bir stəkan çay içməyə gedir də, belə deyək. Ya telefona bir dənə girib WhatsApp statuslarını aşağı yuxarı eləməyə gedir. Amma siz 15 dəqiqənizi sərf eləyib, cəmi 15 dəqiqə, 10-15 dəqiqənizi həm özünüzün potensialınızı artırırsınız, həm də imtahana özünüzü hazır hiss edib olan fobiyanızı, qorxunuzu aradan götürürsünüz. Hər birinizə uğurlar arzulayıram müəllimlər. Kanala dəstək üçün abunə olub paylaşmağı unutmayın. Növbəti izahımızda görüşərik. Hələlik.